Hər vaxtınız xeyir, keçmişə nəzərən rubrikamızın əziz izləyiciləri. Bugün sizlərə Salvador Dali haqqında danışacağam. Onun adını eşidəndə ağlımıza anlaşılmaz, qəribə əsərlər gəlir. 1931-ci ildə çəkdiyi Yaddaşın davamlılığı əsəri sadəcə bir tablo deyildi. Zamanın özü ilə bağlı bir sual idi. Bu əsərdə gördüyümüz əriyən saatlar bəlkə də sənət tarixinin ən tanınmış simvollarından biridir. İlk baxışda qəribə görünən bu saatlar Daliyə görə zamanın əbədi olmadığını, keçici olduğunu vurğulayır. Rəssam bu fikrə bir axşam yeməyi əriyən pendirləri gördükdən sonra gəlmişdi. Onun ağlında belə bir sual yaranır ki, bəlkə elə zamanda bu pendir kimi əriyir, axır gedir. Biz burada tablonun arxa fonunda Kataloniya mənzərəsini görürük. Ön plandakı üssüz fiqursa sanki yuxudadır. Və yuxudamı, yoxsa reallıqdamı olduğunu ayırd eləyə bilmir. Deyilənə görə bu elə məhz Dalinin özüdür. Saatların üstündəki qarışqalar və milçəklərsə sanki zamanın çürüməsini, onun keçiciliyini xatırladır. Bu tablo insan yaddaşına və insan fəlsəfəsinə, onun düşüncəsinə dair yaradılmış bir sənət əsəri idi. Dali burada Einsteynin nisbilik nəzəriyyəsindən və Freudin isə psixoanaliz ideyalarından təsirlənib. O zamanın yalnız mexaniki ölçü olmadığını, insanın xatirələrindən və yaşadıklarından formalaşan subyektiv bir anlayış olduğunu göstərməyə çalışır. Bu əsər sayəsində Dali surrealizm cərəyanının ən parlaq simalarından birinə çevrildi. Yaddaşın davamlılığı bugün New Yorkdakı Müasir İncəsənət Muzeyində qorunur və hər il minlərlə insanın zamanın varlığını, zamanın necə olduğunu düşünməyə vadar edir. Dali sonralar yaradıcılığında bu mövzuya yenidən qayıdır və Zamanın Dağılması adlı əsərini yaradır. Burada artıq zaman ərimirdi, parçalanır, dağılır və yox olurdu. Bu da rəssamın illər keçdikcə zamana münasibətinin necə dəyişdiyini göstərir. Bəli, yaddaşın davamlılığı zamanın sərhədlərini aşmaq istəyən bir beynin izi idi. Hər dəfə bu tabloya baxanda biz də zamanı hiss etməyi deyil, onu düşünməyi öyrənirik. Əziz izləyicilər, məndən bu qədər. Növbəti buraxılışlarda görüşənədək.